Salamlar herkese, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin. Bugün sizə Face Akademinin 1234 toplusundan olan 208-ci sualın izahını vermiş olacağım. Hansı ki bu sual çox çaşqınlıqlara səbəb oldu. Kanalda da paylaşmışıq. Bu sualın izahına baxaq. Nəyə görə kim harda çaşqınlıq edirmiş? Deyir, sadə sözlərdən birinin tələffüz forması düzgün deyil. İlk öncə fikir versəniz, bizə burada nəyi bildiribdir? Sadə sözlərin deyibdir. Çoxları gedir görür ki, məsələn, sənətkarda da səhvlik var, məsələn, bəstəkarda da səhvlik var, ehtiyatda da səhvlik var. Hətta onu deyim ki, bu 10 gün ərzində bəlkə də müdavimlərin ən çox səhv etdiyi sual budur. Hər kəs atır ki, burada 2 cavab var, burada 3 cavab var. Yəni, əksəriyyətin səhv etdiyi sual idi. İlk öncə bunu demiş olum ki, burada tövsiyə və tərbiyə sözlərini ən başdan çıxırıq. O səbəbdən ki, tərbiyə, tövsiyə ikisi də düzgün yazılıbdır. Bizə tələffüz forması düzgün olmayan lazımdır. Qaldıq A, D və B arasında. Biz demişik ki, razıyam. Yəni bunları çıxsam belə, fikir versən biz demişik ki, kar, keş, paz heç vaxt şəkilçi funksiyasında dəyişməyəcək. Necə yazılır? Elə də deyilir. Amma məndə sözüm səhv yazılıbsa belə, ona görə çıxıram ki, bu sadə söz deyil, düzəltmədir, sənətkar. Yəni, qısacası burada sənətkar deyə tələffüz olunmalı idi, amma götürmürəm ona görə ki, bu söz düzəltmədir. Bəstəkar sözü də bəstəkar deyə tələffüz olunar, razıyam, amma bu sözdə düzəltmədir, sadə söz deyil. Bizə lazımdır ki, sözümüz sadə sözümüzün tələffüzü yanlış olsun. B variantı bizim cavabımızdır. Ehtiyat yox, ehtiyat yazılardı. Elə bununla bağlı sizə bir dənə də eht qaydası vermiş olum ki, yadda saxla. Əgər bizim sözümüz eht ilə yazılmış hissəsi varsa, yadda saxla, bax, tələffüzü transkriptdə sənə vermiş oldum ki, heç vaxt eht dəyişməz. Ehtiyat, ehtiyac, ehtibar və s. kimi sözləri gördüyün zaman bil ki, hansı ki, bəzən belə çevrilmələr t, d, d, t kimi olduğu məqamlar varsa belə, eht qaydamız var ki, bunu gördüyünüz samit varsa, yəni bu samit cütlüyünü gördüyün hissə varsa, yadda saxlayacaqsan ki, mən artıq belə bir qayda bilirəm ki, harda eht görsəm, bu heç vaxt dəyişməz. Hətta gəlin buradan belə də yazaq ki, dəyişməz. Belə də yadımızda qalsın. Məhz o səbəbdən, yəni günlərdir bu çaşdırıcı olan bu sualımızın cavabı oldu B variantı. Bunu da biz bilmiş olaq ki, bu sual bizə nəyi bir daha nəzərimizə çatdırdı? Sualın şərtində diqqətli olmalıyıq. Sadə söz deyirsə, sən düzəltmələri çıxmalısan. Ya da bizə düzgün tələffüz olunmayan istəyirsə, tövsiyə və tərbiyədən başdan çıxmışam və eht qaydasını yadda saxladım ki, bundan sonra harda eht görmüşəmsə, həmin sözün dəyişmədiyini yadımda saxlamalıyam. Belə müdavimlərimiz bu kimi paylaşımların daha çox olduğu çaşdırıcı sualları görmək istəyirsənsə, WhatsApp kanalımızda tez-tez belə paylaşımlar edirik. Əgər kim həmin kanala qoşulmaq istəyirsə, 077 314 06 nömrəsi ilə əlaqə saxlaya bilər. Sağ olun, sağlıqla qalın.